Bitti. Amma qəlbimdə elə bir izlər buraxdı ki, heç vaxt unudulmayacaq. Ramazanın son iftarı. 29-cu gecənin o səssiz dərin anlarında. Süfrəyə baxırsan, amma əslində içində baş verənləri hiss edirsən. Bir tərəfdə sonsuz şükür, digər tərəfdə isə bu gözəl ayın bitməsinə qarşı sakit bir hüzn. Gün boyu tutulan orucun ardından edilən dualar sanki daha səmimi, daha içdən gəlir. O gecə sakitlikdə edilən ibadət, oxunan Quranın hər kəlməsi insanın ruhuna toxunur, qəlbini yumşaldır. İnsan o an anlayır ki, bəzən ən böyük dəyişiklik səssiz gəlir. Bu gecə özümə də qayğı göstərdim, çünki insan yalnız ruhunu deyil, bədənini də qorumağı unutmamalıdır. Sonra isə səhər açılır. Bayramın ilk işığı ilə sanki içində yeni bir ümid doğur. Məsciddə qıldığımız bayram namazı, yan-yana edilən dualar, o birlik hissi, o sükunət, sözlə ifadə olunmayan bir hüzur verir insana. Axşam isə sevgi ilə hazırlanmış bayram süfrəsi. Əzizlərimlə bir arada olmaq, gülüşlər, söhbətlər, paylaşdığımız anlar. İnsan bir daha anlayır ki, xoşbəxtlik uzaqda deyil. Xoşbəxtlik elə bu anların içindədir. Sadə, amma çox dəyərli. Bu Ramazan mənə çox şey xatırlatdı. Şükür etməyi, səbr etməyi və ən əsası anın dəyərini bilməyi. Ramazan bayramınız mübarək olsun. Allah tutduğumuz orucları, etdiyimiz duaları qəbul etsin. Hər evə ruzi, bərəkət və huzur nəsib etsin.